Gül Məhəmməd müəllim, ingilis dilində oğru nə deməkdir? No, God! Oğru heç yeridir. Oğru thief. Siz bilirəm. Bir də başqa nə var? Vorzakan. Uh-oh, o thieving law. Dilin də nədə da? Hə. Bəs cibgir? Cibgir cibdə cib xanım thief oğrudursa cibin oğrusu olacaq. Pocket thief. Pickpocket. Ev oğrusu bəs. Ev oğrusu da house thief. Burglar. Allah nə qədər bekardılar ki, hər oğrunun nə qədər hörmətlidir bunlar da oğru ki, hələsinə bir adı qoyublar ki, sən belə ol. Yox, sən burglar ol. Bəs mağaza oğrusu? Shop robber dedi, hə, bayaq. Shop robber. Shoplifter. Lifter, yox, elevator, escalator. Lifter. Bəs bank oğrusu? Bank, ona lifter dedi. Bank lifter. Bank robber. O da robber oldu. Nəysə. Siyo, mən gedə bilərəm. Bir dənə sonucunda soruşum, adam oğrusu. Adamın da oğrusu olur. Opşu götürüb aparan, hə? Package eləyib aparan, package robber. Kidnapper. Come here. We are in Azərbaycan, hə, ağıllı ol. We can kidnap you. Davay.